Heç düşünmüsünüzmü ki, bir web sayta yazdığınız adi bir şərh sizin şəxsiyyətinizi oğurlamaq üçün bir silaha çevrilə bilər? Qulağa biraz film senarisi kimi gəlir, elə deyilmi? Amma bu tamamilə real bir təhlükədir və adı da saytlararası skripting ya da qısaca XSS. Bəli, bu elə bil ki, sistemin içində gizlənən rəqəmsal bir kabusdur. Yəni, sizin ən çox güvəndiyiniz web saytı belə sizə qarşı bir silaha çevirə bilən bir zəiflikdən danışırıq. Elə bugün də biz məhz bu ilk baxışda mürəkkəb görünən texniki mövzunun ən dərinliklərinə baş vuracağıq. Təsəvvür edin ki, hər bir web sayt mürəkkəb bir maşındır. Bu XSS o maşının motorundakı kiçik gözə görünməz bir çata bənzəyir. İlk baxışda zərərsiz görünsə də, bu kiçicik səhv hakerlər üçün saytın bütün müdafiə sistemini aşaraq içəri sızmaq və istədiklərini etmək üçün, necə deyərlər, bir arxa qapı rolunu oynayır. Yaxşı, bəs bu gizli təhlükəni necə deşifrə edə bilərik? Gəlin belə edək. Bugünkü təhlilimizi 4 əsas mərhələyə bölək. Birincisi, saytlar arası skriptingin tam olaraq nə olduğunu aydınlaşdıracağıq. Sonra hakerlərin hansı fərqli üsullarla hücum etdiyinə baxacağıq. Üçüncüsü, real həyatda bunun hansı fəsadları ola biləcəyini görəcəyik və ən əsası, 4-cü mərhələdə bu rəqəmsal təhdidə qarşı necə müdafiə olunmaq lazım olduğunu öyrənəcəyik. Elə isə gəlin lap təməldən başlayaq. Bu saytlar arası skripting, yəni XSS axı nə deməkdir? Çox sadə dildə desək, XSS hakerlərin sizin güvəndiyiniz bir web saytı manipulyasiya edərək zərərli kodu birbaşa sizin brauzerinizdə, yəni sizin kompüterinizdə işə salması deməkdir. Düşünün, saytın özü tamamilə təhlükəsiz və etibarlı görünür, amma arxada gizlənən bu kiçik zəiflik onu sizin əleyhinizə işləyən təhlükəli bir alətə çevirir. Və aldanmayın, bu elə-belə kiçik bir texniki qüsur deyil. Kiber təhlükəsizlik dünyasının ən nüfuzlu təşkilatlarından biri olan OWASP, yəni Açıq Web Tətbiqi Təhlükəsizlik layihəsi var. Bax bu təşkilat XSS-i webdəki ən kritik 10 təhlükəsizlik riskindən biri hesab edir. Bu fakt öz-özlüyündə təhlükənin miqyasının nə qədər böyük və ciddi olduğunu göstərir. Yaxşı, hər şey aydındır. Bəs bu rəqəmsal cibgirlər öz hücumlarını necə təşkil edirlər? Gəlin, XSS hücumlarının 3 əsas növünə baxaq. Bilirsiniz, bu bir növ hakerlə proqramçı arasında gedən bitməyən bir pişik sıçan oyununa bənzəyir. Deməli, birinci növ Reflected Access, yəni əks olunan access adlanır. Bunu əyri güzgülər otağındakı bir güzgü kimi düşünün. Siz güzgüyə baxırsınız, amma o sizin əksinizi təhrif edərək geri qaytarır. Bax, bu hücum da eyni məntiqlə işləyir. Websayt təcavüzkarın göndərdiyi zərərli skripti bir növ əks etdirərək birbaşa sizin brauzerinizə qaytarır və bu, çox vaxt aldadıcı bir linkə klikləməklə başlayır. Gəlin bu sxem üzərindən prosesi addım-addım izləyək, daha aydın olsun. Baxın, hər şey təcavüzkarın qurbana xüsusi hazırlanmış zərərli bir link göndərməsi ilə başlayır. Qurban heç nədən şübhələnmədən o linkə klikləyir. Həmin an, brauzer bu zərərli sorğunu sizin güvəndiyiniz veb-sayta göndərir. Sayt isə təəssüf ki, tələyə düşür. O, bu sorğunun normal bir sorğu kimi emal edir və cavab olaraq zərərli skripti adi məzmunla birlikdə birbaşa qurbanın brauzerinə qaytarır. Və salam, skript sizin kompüterinizdə işə düşür. Əgər əks olunan xaşəsəsi ani bir hücum kimi düşünsək, o zaman ikinci növümüz olan Stored XSS, yəni saxlanılan xaşəsəs, daha məkirli və qat-qat təhlükəlidir. Həqiqətən də, bu rəqəmsal bir saatlı bombadır. Niyə? Çünki bu dəfə zərərli kod birbaşa web saytın öz serverində, məsələn, onun verilənlər bazasında daimi olaraq saxlanılır. Bəli, bu əsl rəqəmsal bir minaya bənzəyir. Təsəvvür edin, haker zərərli kodu bir dəfə sayta yerləşdirir, məsələn, bir forumdakı şərhə və ya məhsul rəyinə və sonra sadəcə oturub gözləyir, kiminsə o minanın üzərinə basmasını və o səhifəyə daxil olan hər bir istifadəçi fərqində olmadan o minanı işə salır. Və gəldik üçüncüyə, bəlkə də hamısından ən gizli və mürəkkəb olanına, DOM əsaslı XSS. Bu növü xüsusilə təhlükəli edən nədir bilirsinizmi? Bütün hücum prosesi serverə heç satmır. Hər şey birbaşa qurbanın öz brauzerinin içində baş verir. Serverin ruhu belə incimir. Gəlin daha anlaşılan dildə izah edim. Web saytı bir ev kimi düşünün. Bu DOM deyilən şey isə o evin memarlıq planıdır. Yəni divarların, qapıların harada olduğunu göstərən cizgi. DOM əsaslı hücumda isə haker saytın öz qanuni skriptini elə aldadır ki, sayt özü fərqində olmadan öz memarlıq planını dəyişdirir. Yəni, ev sahibi öz əli ilə evinə oğru üçün gizli bir qapı əlavə edir. Yaxşı, bütün bu texniki detalları anladıq. Hücumların necə işlədiyini gördük. Amma əsas sual budur. Nə olsun? Yəni, bir haker bu üsullarla əslində bizə nə edə bilər? Deyim sizə, nəticələr düşündüyünüzdən daha ciddi ola bilər.
Hər şeydən əvvəl təcavüzkar sizin onlayn kimliyinizi oğurlaya bilər. Yəni, sizin hesabınıza girişi təmin edən o kiçik sessiya kukilərini ələ keçirə bilər. Sizi saxta phishing saytlarına yönləndirib parollarınızı əldə edə bilər və ya daha pisi veb saytın öz məzmununu dəyişdirə bilər. Hətta sizin kompüterinizə başqa zərərli proqramlar yükləmək üçün bir tramplin kimi istifadə edə bilər. Unutmayın, bir vaxtlar məşhur olan MySpace sosial şəbəkəsini iflic edən Sami adlı soxulcan məhz xas SS zəifliyi sayəsində cəmi bir gün ərzində milyonlarla profili yoluxdurmuşdu. Bax, xas SS-in potensial gücü budur. Doğrudur. Bütün bunlar biraz qorxulu səslənir. Amma narahat olmayın. Yaxşı xəbərim də var. Bütün bu təhdidlərə qarşı mübarizə aparmaq mümkündür. Biz özümüzü qorumaq üçün möhkəm bir rəqəmsal qalxan inşa edə bilərik. Və bu qalxanın təməlində çox sadə, amma qızıl bir qayda dayanır. Heç vaxt, heç bir zaman istifadəçidən gələn məlumata kör-körana güvənmə. Yəni, istifadəçinin daxil etdiyi hər bir simvol, hər bir hərf, təhlükəsizliyi tam sübuta yetirilənə qədər potensial bir təhdid kimi qəbul edilməlidir. Bəli, veb təhlükəsizliyində biraz sağlam paranoya həyati əhəmiyyət daşıyır. Texniki dildə bu prosesə girişin sanitarizasiyası deyilir. Gəlin, belə bir bənzətmə edək, bunu bir hava limanındakı təhlükəsizlik yoxlaması kimi təsəvvür edin. Ora daxil olan hər bir çamadan yoxlanılır, təhlükəli əşyalar müsadirə edilir. Sanitarizasiya da eyni işi görür. Veb sayta daxil olan bütün məlumatları yoxlayır və içindəki potensial zərərli kodları zərərsizləşdirir. Baxın, bu çox gözəl bir nümunədir. Ekranda iki fərqli kod parçası görürsünüz. Soldakı zəif koddur. O, istifadəçidən nə gəlirsə gəlsin, birbaşa ekrana çıxarır. Necə deyərlər, biraz sadə lövdür. Sağdakı isə təhlükəsiz koddur. O, daha ehtiyatlıdır. Məlumatı ekrana çıxarmazdan əvvəl onu xüsusi bir filtrdən keçirir. Bəs o filtr, yəni HTML, CSS funksiyası əslində nə edir? Bu, sanki təhlükəli bir bombanı zərərsiz bir oyuncağa çevirən bir istehkamçı kimidir. O, kiçik və böyük kimi simvolları, yəni kodu işə salan əsas işarələri, brauzerin kod kimi qəbul etməyəcəyi başqa simvollara çevirir. Nəticədə, brauzer həmin sətrə baxır və deyir ki, hə, bu sadəcə mətindir, kod deyil, mən bunu icra etməyəcəm və təhlükə sovuşur. Beləliklə, nə baş verir? Təcavüzkarın bütün zəhməti boşa gedir. Onun yazdığı zərərli skript zərərsizləşdirilir və ekranda sadəcə adi bir mətin kimi görünür. Hücum baş tutmadan zərərsizləşdirilir. Deməli, veb təhlükəsizliyinin təməl prinsipi budur. İstifadəçidən gələn hər bir məlumat əksi sübut olunana qədər potensial təhlükəli sayılmalıdır. Bu, təkcə proqramçılar üçün yox, həm də biz, adi istifadəçilər üçün vacib bir dərsdir. Rəqəmsal dünyada biraz ehtiyatlı olmaq bizi çox böyük problemlərdən xilas edə bilər. Və bütün bu danışdıqlarımız bizi yekun bir suala gətirib çıxarır. Bildiyimiz kimi, internet məlumat paylaşımı üzərində qurulub, yəni etibar üzərində. Bəs bu etibarın sui-istifadə edilmədiyindən necə əmin ola bilərik? Həyatımızın ayrılmaz bir parçasına çevrilən bu rəqəmsal dünyada azadlıqla təhlükəsizlik arasındakı o incə xətti necə qorumalıyıq? Bu, bəlkə də webin gələcəyini formalaşdırarkən hamımızın üzərində düşünməli olduğu ən vacib sualdır.